Yarımçıq qalan tikililər ya MTK-ların məsuliyyətsizliyi, ya maliyyə çatışmamazlığı və ya birbaşa rəhbərliyin elə intizamsızlığı səbəbindən yaranır. Bu gün də vətəndaşlar aldadılır. Bir çox tikinti şirkətləri tikintini yarımçıq qoyub. Elə bir vətəndaş var ki, pulunu ödəyib, amma 5 ildir, 10 ildir. Eləsi var, daha çoxdur ki, evinə köçə bilmir. Hərçənd ki, o insanlar illərlə topladığı o vəsaiti həmin MTK-lara ödəyəndə onlara 2-3 ilə öz evlərində yaşayacağı vəd verilmişdir. Birinci növbədə tikintiyə başlamazdan əvvəl MTK bank zəmanəti və ya sığorta təminatı təqdim etməlidir. Tikinti yarımçıq qalarsa, həmin vəsait hesabına da həmin tikinti tamamlana bilər. Bu dünyada qəbul olunmuş bir mexanizmdir. Bir də ki, vətəndaşların vəsaitinin qorunması da vacibdir. Vəsaitlər birbaşa MTK-ya yox, açılmış depozit hesabına köçürülür və pul da oradan yalnız tikinti mərhələlərinə uyğun olaraq bank hesabından pulların çıxarılmasına icazə verilir. Təbii ki, bütövlükdə bunu sivil dünyada tətbiq olunmuş şəkildə Azərbaycanda hələ ki tətbiq etmək mümkün olmur. Bəlkə də buna hal-hazırda Azərbaycanın tikinti şirkətlərinin maliyyə imkanları da imkan verməz. Amma İstənilən halda vətəndaşın hüquqlarının qorunması üçün onların ödədikləri pulların dövlət zəmanətinə alınması çox vacibdir ki, əgər tikinti yarımçıq qalarsa, ən azından vətəndaş öz pulunu xilas edə bilsin. Bu məsələ ilə bağlı yenidən çıxış edəcəm və bu məsələnin birmənalı olaraq vətəndaşların xeyrinə, Azərbaycanda biznesin xeyrinə, ümumilikdə bu sektorda olan problemlərin həlli üçün çox vacib olduğunu düşünürəm.